Yaxşıdır ki, son anda ermənilərin Bakı gəlişinə yol verilmədi və ən böyük riskin altına təbii ki, dövlətin başçısı girdi və onun erməni hərbçilərin Bakı gəlişinə açıq etirazı öz işini gördü. Azərbaycan hər hansı bir ölkənin hərbçilərini bura dəvət etməyib, o cümlədən erməni hərbçilərini də bura dəvət etməyib. Və təbii ki, hər bir insandan soruşsanız ki, siz istərdinizmi ki, erməni hərbiçi Azərbaycana gəlsin? Əlbəttə ki, deyəcək yox. Belə adam tapmaq çətindir ki, desin ki, mən istəyirəm ki, erməni zabiti Azərbaycana gəlsin. O cümlədən mən də istəmirəm ki, erməni zabiti Azərbaycana gəlsin. Mən də bunun əleyhinəyəm və Azərbaycan lazımi tədbirləri görür. Azərbaycan ictimaiyyəti əmin ola bilər ki, bizim mövqeyimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində mövqeyimiz dəyişməz olaraq qalır. Ermənistan bizim torpaqlarımızı işğal edibdir, Azərbaycan ərazi bütövlüyünü pozubdur. Bu işğala son qoyulmalıdır. Son qoyularsa əlbəttə ki, ondan sonra münasibətlər də normallaşa bilər, jurnalistlər, ictimai xadimlər də görüşə bilərlər. Bu məsələ həll olunmayana qədər hər hansı bir lazım olmayan kontaktlar yersizdir.